Ebelek yol kinidak, herengu ahulib kelç, kerem bu hulib sarin, xiriyam ma'rumaz, örazul çahhibugu, tsumazul ahhibugu, ömrudul çuhhibugu, çuh herabdi raxtulmaz. Balakəndə böyükdən kiçiyə bütün avarların əzbər bildiyi bu şeirin tərcüməsi belədir. Anamın beşiği başında yanıqlı laylası, ürəyimi dindirən sazlı havası, ömrümün mənası, çayların gür axması, qartalların qıy vurması mənim ana dilimdir. Bu ifadələr avarların yaşadıkları məkana, təbiətə, bir sözlə ətraf mühitə nə qədər doğma münasibətdə olduqlarını göstərir ki, bunun da çox vacib səbəbləri var. Avarlar adları çəkilən tarixi mənbələrdə əsasən döyüşkənlikləri və çılğın ruhlu olmaları ilə xatırlanır. Bu xarakterin isbatı da avar sözünün mənasında öz əksini tapır. Avar sözünün mənasını qarşı gələn, dirənən, biraz deyək ki, daha gərgin, emosional insanlara aid edirlər. Bu qədim prototürklərdə belə bir mənanı verdiyini bildirirlər. Və biz Lev Gumilyovdan tutmuş bir çox tədqiqatçılarda da bunun bənzəri olan ifadələri eşitmişik. Qədim türk soylu tayfalar haqqında deyilən ifadədir bu. Artıq uzun müddətdir ki, Balakəndə 20-yə yaxın məktəbdə avar dili tədris olunur. Bu dilin çox maraqlı yaranma tarixi və digər əlifbalardan fərqlənən 9 özəl hərfi var. Bu hərfləri digərlərindən fərqləndirən cəhət onların səslənmə formalarıdır. Hətta fərq o qədər böyükdür ki, başqa etnosdan olanlar bu hərfləri səsləndirə bilmirlər. Əvvəllər əski əlifbasından istifadə edirdilər. Sonra hər yan Kiril əlifbasına keçəndə o Kiril əlifbasına keçid olubdur. Ancaq orada bir 9 hərf var. Hansı ki, Rus Kiril əlifbasında o yoxdur. Bu tələffüzü çətin olan h, q, ç, k. Bax, belə hərflərdir ki, bu hərflər də o avar əlifbasına əlavə olunubdur. Beləliklə 42-yə qədər, 42-yə qədər avar əlifbasında hərflər var. Avar dilinin tərkibindəki sözlərin 20%-ni türk mənşəli ifadələr təşkil edir. Ancaq ümumilikdə avar dilinin böyük bir qismi bu etnosla eyni vaxtda yaşamış və sonradan avar xalqının tərkib hissəsinə çevrilən qədim silf tayfasının mirasıdır. Qədim silf tayfaları yaşayırdılar. Onlar dağlı və boğaz səsləri ilə daha çox danışan bir etnos idi. Daha sonraki dövrlərdə 6-cı əsrdən etibarən avarlar Cənubi Qafqaz Sabirləri məğlub edərək Cənubi Qafqaza yerləşdilər bir qismi və bugün bildiyimiz Dağıstandakı Avaristan adlanan və mərkəzi Hunzaq olan əraziyə yerləşəndə güc olaraq, fiziki güc olaraq, çox döyüşkən bir tayfa olaraq silvlər sıxışdırıldı. O cümlə onların dilini, deyək ki, silf xalqı sıxışdırıldı, ad itdi, avar adı üstünlük təşkil elədi. Lakin dildə bir çox silf sözləri də qəbul edildi. Qabaqçöl kəndində yaşayan az yaşlı avarlara təhsil aldıqları kənd məktəblərində avar dili dərsləri keçirilsə də, onlar tətil vaxtlarında dərsliklərdə olmayan və ailədə böyüklərin yaddaşında dilində yaşayan avar şifahi xalq ədəbiyyatı nümunələrinə yiyələnirlər. Şirin və şibsqəli hiksi incə, Moğul bu şəhər müsiviri var. Kənd həyatı çox əmir görüşünür. Dəniz görünce Rusya cücəni vəhşi heyvanlısı qala, bir şugut şaqalıqçı qala. Bu qorsun şəhra jö baxımı tekuli hüsbu və əbəkul. Şəpuvutun şaqal hancutunu çox zənkul rük yaralanmış. Çaqalı peki? Çaqalı bir xildi çaqal. Ama bir şey mi dibeki? Çaqa beklemiş mi daha ama dəqiq onu vukusuna xeyr. Qaba heç bir söz. Bəzi tədqiqatçıların verdiyi məlumatlarda avarların eramızın ilkin əsrlərində mövcud olan Hun tayfalarının bir qolu olduğu bildirilir. Daha sonra Hun imperiyasının zəifləməsi nəticəsində həmin avarların bir qismi Hunlardan ayrılaraq Qafqaz sıra dağlarına üz tutub və burada məskunlaşıblar. Avarların Azərbaycanın şimal-qərb ərazisindəki dağətəyi ərazilərinə gəlməsi də məhz bundan sonra baş verib. 17-ci əsrədək avarların həyatında maldarlıq, maldar təsərrüfat daha üstünlük təşkil edirdilər. Bu onların dağlıq və dağətəyi bölgələrdə yaşadığı zamana aid idi. Lakin əkinə yararlı torpağın azlığı nəticəsində
Avarlar daha aşağılara, dağ təyi ərazilərə, düzən ərazilərə də yayılmağa başladılar. Bu 18-19-cu əsrlərdə çox genişləndi və nəticədə yerli Azərbaycan, türk soylu buradakı digər əhali ilə qaynayıb qarışdılar. Tarixi mənbələrdə avarların bir çox sənət sahələri ilə məşğul olduqları bildirilir. Ancaq müasir zamanın tələbləri çox təəssüf ki, həmin sənət növlərinin əksəriyyətini unutdurub. Qabaqçöl kəndində məskunlaşan avarlar əsasən kənd təsərrüfatı ilə məşğul olduqları üçün onlara daha çox atlar lazım olur. Məhz bu səbəbdən də qədim sənət növü olan nalbəndlik bu kənddə hələ də mövcuddur. Nalbəndlə həmsöhbət olduğumuz zaman məlum oldu ki, o bu işlə 1974-cü ildə məşğul olur. 40 illik təcrübəsindən danışan nal ustasından bu işin bəzi sirlərini də öyrənə bildik. Elə at var, heç nal vuranda incitmir adamı. İncitməyəndə maraq da olmur. İncitəndə biraz atla özündə hisslənirsən, atı vurursan, at səni vurmağa istəyir, nə bilim, ayaq üstə qalxır, şeylərlə vurmağa istəyir at. Olub elə şeylər. Eləsi var. Heç stanoka yaxın getməyə istəmir at. Uzaqdan bilir ki, burada nəsə var da, yaxın getmir. O vaxtdan. Bir pilyon var onu demək istəmirdim, amma deyəcəyim. Başına keçirirsən bir pencək, nə bilim, meşox zat, tutursan gözləri görmür də, apararsan, orada şılaq atan da olur. Qabaqçöldə yaşayan avarlar ümumiyyətlə çox zəhmətkeş insanlardır. Kənddə yaşayan və təsərrüfatla məşğul olan bu insanlar süfrələrində istifadə etdikləri nemətlərin demək olar ki, əksəriyyətini dükanlardan yox, elə birbaşa təbiətdən alırlar. Buradakı insanlar əziyyətli olsa da, halal zəhmətə üstünlük verirlər. Ümumiyyətlə, avarlar açıq süfrəli olurlar. Onlar da Balakəndə yaşayan yerli əhali və digər xalqlar kimi evdə xörək bişəndə ailə üzvləri ilə bərabər həm də qohum-qonşunu, gözlənilmədən qapını açıb içəri girəcək qonağı fikirləşirlər. Bunu kənd sakinləri üçün təndir düzəldən Cüney Hacıyev belə deyir. Mənim marağım oldu. Ona görə ki, bu bir halal zəhmətdir, halal çörəkdir. Hamıya lazım olan şeydir, təndir çörəkdən ötəri. Çörəksiz adam yaşamaq da olmur. Ona görə mən məşğulam, təndir düzəldirəm. Bu xeyli vaxtdır. Həm özümə xeyir eləyirəm, həm də millətimə xeyir eləyirəm. İndi gəlirlər, alırlar, aparırlar, çörək yapırlar. Çörək yapmaq elə bir şeydir, həm evdəkilərə, həm də gələn qonaqlara, həm də yoldan keçənlərə lazım olan şeydir. Elə olur ki, çörək yapırlar, yoldan keçən adam bəlkə o acdır. İstəməyə də indi biraz utanır. O vaxtı bizim burada adət belədir ki, yoldan keçənləri də çağırıb, saxlayıb onlara çörəkdən veririk. Söhbət xörəkdən və çörəkdən düşəndə avarların kütlü adlı təamından danışmamaq düzgün olmaz. Bu bizim milli xörəyimizdir. Biz buna şora qatırıq biraz soda. Çay qaşığı soda, duz salırıq, un salırıq, qarışdırırıq, yoğuruq. Əsasən undan və şordan hazırlanan bu yeməyi avarlar ancaq səhər süfrəsinə qoyurlar. Təbiətlə dost olub torpağa yaxın yaşayan avarlar
bir qayda olaraq tapındıqları İslam dininə bağlı insanlardır. Qabaqçölün mərkəzində və 16-cı əsrə aid olan bu məscid Qabaqçöl Cümə məsciddir. Burada olan və əraziyə qonaq gələn müxtəlif xalqın nümayəndələri namaz vaxtı çatanda məhz bu məsciddə çiyin-çiyinə verərək ibadətlərini yerinə yetirirlər. Salamın əleykum. Burada yaşayan insanların dediyinə görə hələ əzəl vaxtlarda bu məscidin yerində taxta məscid olub. Lakin sonralar kənddəki insanların artması və bura gələn qonaqların çox olması məscidin yenidən qurulmasına səbəb olub. Deməli, əksəriyyət vaxtlarda biz şahid oluruq ki, burada cürbəcür xalqlardan nümayəndələr, avarı demədən, Azərbaycanlısı demədən, Caxoru demədən, ondan sonra İngiloyu demədən bir saf üzərində çiyin-çiyinə, qardaş-qardaşına durub biz Allaha ibadət edirik. Bu da bizə həqiqətən çox xoş təsirlər bəxş edir ki, İslamın mahiyyəti budur. Yəni, İslam gözəllikdir. İslam bütün insanları qardaş elan edir. Bizim dövlətimizdə olduğu kimi bizim Qabaqçöldə də tolerantlığın olmasının bir açıq və bariz bir nümunəsidir. Hər bir xalqda olduğu kimi avarların da öz keçmişindən bəhs edən folklor nümunələri var. Məsələnin maraqlı tərəfi isə budur ki, həmin folklor nümunələrinin içərisində qədim Oğuz ellərinə aid olan elementlər görmək olur. Bunlardan biri də Kitab-ı Dədə Qorquddan hər birimizə bəlli olan tambur adlı musiqi alətidir. Avarların bu alətə rəğbəti olduqca böyükdür. Bu bölgədə, Balakən-Zaqatala bölgəsində isə ümum Azərbaycan mədəniyyətinin bir parçası olaraq avar folkloru, avar ədəbiyyatı, avar musiqisi də həm öncə olanları inkişaf elətdirdi, həm də burada birgə yeni şeylər əxs elədilər. Məsələn, bütün türk xalqlarına məxsus olan Altaylardan Qaqavuzların yaşadığı əraziyə qədər, İç Anadoluya qədər yayılmış olan ən qədim simli musiqi aləti olan Dədə Qorqudda haqqında dəfələrlə deyilən təmbur özünün ilk formasını, ən arxaik formasını bax bu bölgədə saxlamaqdadır. Bu qədimdən ta qədimdən avarlarda toylar, məclislər, iməcliklər, yığanaqlar, yığıncaqlar, bunlar hamısında çox məşhur ustad aşıqlar olublar. Tampur ustadları, tampur aşıqları. Bu Dağıstanda da çoxdur, bizdə də çox olub. Hər evdə tambur asılardı, evin divarında xalçadan tambur asılardı. Zəngin mədəniyyətə malik olan avarların qədim adətlərini əks etdirən folklor nümunələrindən biri, bəlkə də ən başlıcası məşhur avar rəqsidir. Avarlar əsasən kompakt şəkildə Balakən rayonunun Qabaqçöl qəsəbəsində yerləşir ki, buranı da 6 kənd birləşdirir. Azərbaycan mədəniyyəti ilə hardasa eyni olan avar mədəniyyəti uzun illərdir məhz bu insanlar tərəfindən qorunub, saxlanılır və inkişaf elətdirilir. Avarların müxtəlif adətlərini və dünya görüşünü əks etdirən rəqslərinin bəziləri döyüş, bəziləri isə şadlıq, toy ənənələrinin üzərində qurulub. Bu rəqs də onlardan biri olub, toy adətləri ilə bağlıdır. Belə ki, avarların toy ənənələrinə görə mütləq bəylə gəlin birgə öz milli rəqslərini ifa etməlidirlər. Bu ellərdə buna sevgililər rəqsi deyilir. Müzik
Adətən 3 gün 3 gecə davam edən avar toylarının son günü, son saatlarında təntənəli sürətdə elan edirlər ki, İndi də qocalar rəqsi gəlir. O zaman bəyin ata-anası, baba-nənəsi, sonra onların əmi dayısı, bu yaşlı insanlar həmən rəqslə cüt-cüt oynayırlar. Ər-arvad sındırırlar bu rəqsdə, sonra qocalar, nənə-baba sındırırlar bu rəqsdə. Bu rəqslər yerli hava adlanır. avar rəqslərinin içərisində ən həyəcanlı və həssas olanı indi gördüyümüz bu rəqsdir. Gənclərin ifa etdiyi bu folklor nümunəsinin mahiyyəti isə belədir. Avarların adətlərinə görə gənclərin ifa etdiyi bu rəqs çəkdikləri bir qızın könlünü fəth eləmək üçündür. Və nəticədə də həmən qız hansı avar gəncin rəqsini bəyənirsə, bu yaylığı ona təqdim edir. Avar rəqsləri təkcə avar adətlərini yox, həm də bu rəqsi ifa edən avarların xarakterini göstərən bir mədəniyyət nümunəsidir. Uza rəqslə 10 ildir məşğulam. Bu rəqsə də həvəslə yanaşmış. Avar rəqsi də qadınlarımızın incəliyi, daha oğlanların naz eləməklə onun incəliyini bildirir. Hər bir xalqın rəqsi onun temperamentini, onun xarakterini təsvir edir. Avar xalqı da çox mübariz, döyüşkən, çevik xalq olduğundan avar rəqslərində də həmin biz bu xarakterləri açıq-aşkar hiss edə bilirik. Bugün Balakəndə bir çox xalqların nümayəndələri yaşayır. Ötüb keçən əsrlər və həmin illərdən bugünkü varislərə qalan mehribançılıq, dostluq, qardaşlıq bitib tükənmir. Açılan hər yeni günlə biraz da artır və möhkəmlənir. Burada xalqlar fərqli olsa da, kimin hansı etnosa aid olduğunu bilmək çox çətindir. Çünki Balakəndə sözün əsl mənasında xalqların birliyindən yaranan bütöv bir ailə var.